Hacı Zlatan baş məşqçisi ilə ümumiyyətcə tək baş məşqçisi ilə yox, bütün rəhbərliklə, məşqçi heyəti ilə, komanda yoldaşlarımla ən önəmlisi hər kəslə münasibətim yaxşıdır. Bəli, yazılanlar, pozulanlar oldu, amma heç biri tam olaraq həqiqətdən bəhs eləmirdi. Ona görə də bir o qədər də önəm vermədim yazılanlara və bildirilən fikirlərə. Hər kəs mənzə dalında ən az mənim qədər üzüldülər və hal-hazırda dedikləri və danışdığımız hər zaman oldu ki, tez bir zamanda zədəni bərpa edib komandaya yenidən yerə qoşulmalıdır. Və tərk edəcəyim barədə də məlumatlar, yəni təbii ki, transfer dönəmində bəzən elə olur ki, dediyim kimi, özümdən asılı olan və yaxud olmayan, yəni futbolçunun özündən asılı olan və yaxud olmayan səbəbləri bir anda bir də görürsən transfer ola bilir, amma son danışığımızda nə klub tərəfindən belə bir düşüncə var, yəni mən tərəfdən də yoxdur. Hər kəs hətta mənə bildirildi ki, yəni tez bir zamanda sağaldıb komandaya qoşulmalıdır.